Son zamanlar sosial şəbəkələr həyatımıza aktiv şəkildə girdikdən sonra bir çoxlarımız onun qurbanına çevrilir. Necə? Ailəmizi, uşaqlarımızı, gəzdiyimizi, yediyimizi, içdiyimizi, yəni hər bir özəlimizi aktiv şəkildə paylaşırıq. Bunu paylaşdıqca insanların heç bir özəli qalmır. Eyni zamanda biz andan zövq almağı və anı yaşamağı da unuduruq. Tez bu şəkli də çəkim, hər kəs mənim nə qədər xoşbəxt olduğumu görsün, yediyimi çəkim, içdiyimi çəkim, uşaqlarımı çəkim. Bu qətiyyən doğru bir davranış deyil və insanı sosial mediadan asılı hala da gətirə bilir. Sosial medianın qurbanına çevrildiyimiz daha bir davranışımız var. Biri ilə bir konflikt yaşadığımız zaman oturub o şəxslə o konflikti həll etmək yerinə və yaxud öz qabığına çəkilib həmin konflikti saf çürük etmək yerinə biz sosial şəbəkələrdən həmin şəxsə atmacalı sözlər göndərib nifrət qusmağa başlayırıq. Bu da həmin konfliktin daha da dərinləşməsinə səbəb olur və münasibətlərimizin korlanması ilə nəticələnir. Bəzən insan biri ilə bir problem yaşadığı zaman qabığına çəkilib, yaşadığı problemi saf çürük edib, duyğularını bir analiz etməyi daha yaxşıdır. Nəinki sosial şəbəkələr üzərindən həmin insana aqressiyasını göstərib nifrət qusmağı. Bəs siz biri ilə konflikt yaşadığınız zaman onlara sosial şəbəkələr üzərindən atmacalı sözlərmi göndərməyi sevirsiniz, yoxsa zamana buraxıb zamanla bu problemi həll etməyi?